atam var, Allah saxlasın. Amma sən bu günlərim, bax, gör nə deyirəm. Amma sən bu günlərim bu həyatda uzaq olsun, eləməsin də, Allah eləməsin. Olmasaydın, o başı sahibsiz gözəl var, sən balaları ki, bayramda bir dənə konfetlə də olsa təbrik eləyər. Bir gücü çatandan kömək eləyər. Bir qadın kimi. Üçüncüsü, sən necə belə pis çıxmasın, xətirva dəyməsin. Bir kənddən basa-basa Bakıya, hansısa bir özünü tanımayan bir qadına pay aparırsan, amma sən iki bacının iki balasına 2 addımlıq yolu gedib bir yarım kilo bir konfet alıb bacının balasına verirsən. Xanım, bilirsiniz nədir? Buyursun. İnsan birinci özünə hörmət qoymalıdır. Sonra Sən ona hörmət qoyma. Sən o uşağın anasına hörmət qoyma da qoyduq kənara. Pisdir, dəlidir, gicdir. Sən iki körpə balaya hörmət qoyaydın. Sən onun dayısısan. Mənim də daim olubdur. Mənə bax, bir dəqiqə qardaş, başıva dönərəm. Sən Qəbələdənsən, mən Oğuzdan. Nə olsun, mən Bakıda yaşayıram. En azından bir yerliyik. Ama sana mən bir söz deyim ki, sen var ha, heç nə yox, yarım kilo bir konfet aparsan o körpələrin üstüne. İnan Allah'a var ha, o uşaqlar səni nəinki dayı, ata kimi də qəbul elər ki, yani bizim arxamızda duran bir dayanacaq, söykənəcək bir dayımız var, bir atamız var. Şərt odur, onun atası olsun. Onun atasının boynu yerə soxun ki, iki körpə balayla o qadını belə ortalıqda qoyub. O qadın özü dolandırır. Gözəldən bir dənə xasiyyəti xoşuma gəlmir. Eşidir buradan da. Gözəl mərd qadındır. Amma gözəlin bir şeyindən xoşum gəlmir ki, söyüşlə danışır. Başqa heç nə. Amma ki, sən en azından o sənin namusundur. Namusu it atıblar, it yeməyib. O sənin bacındır. Yaxşı da olsa, bu günlərim gözəl getdiyi yerdə öldü. 12 balasına baxmasan, sual verirəm bir qardaş kimi. Yox, niyə? Mən kimisə balasına baxana. Bəs sən, dayı nədir? Ömür boyu. Mən atam öldü, dayım mənə baxdı. Sən öz dayınla özünü bir tutursan, bir tərəsi olsan. Yox, indiki zamanədə dayı bacıoğlu, bibi ola ki, atası sağdır, atası baxa bilər. Mən heç kiməm. Mən yad bir insanam. Amma sənə xətirva dəyməsin. Söyərsən də 5 qatını eşidərsən. Mən sizlə insan kimi danışıram. Amma mən sizə bir söz deyim ki, mən sizə bir insan kimi deyirəm ki, hələ, valla, şəxsən səni kimi bir qardaşım olsaydı, onu mən var, çoxdan imtina eləyib tüpürərdim. Sən adda bir qardaşım var. Mən imtina eləməyə mən problem yoxdur, İləsi. Vallahi çox ayıb olsun sənə. Ayıb, çox ayıb. Həqiqətən ayıb olsun. Doğrudan da ayıb olsun. O bir məsəl var, deyir, Anladım. Durub burada tərbiyəsiz sözlər danışır. Mənə deyir ki, tərbiyəsiz danışma, özü başlayır tərbiyəsiz danışma. Bu da bu xanım. Yox, tərbiyəsiz danışmıram. Nə sizin 1 kilo konfetinizlə o uşaqların bayramı keçəsi deyil. Sadəcə düzgünlük odur ki, hər biriniz o evin evladlarısınız da, 4 uşaqsınız. Amma 4-ünüzə də hər birinizə oradan düzgünlük odur ki, pay verilməlidir. Gözəl də yəqin ki, oradan payını götürsə, yəni sənin nə 1 kilo konfetinə ya bayramda getməyinə o qədər təsir eləməz ona. Gözəl buradan imtina eləyib. Ora vərəsəlik açılıb, vərəsəlik orada açılıb, o evin evladısa niyə imtina eləməlidir ki? Qanunla Ay baca, axşamın xeyir. Orada imtina olunub, ərzəyə qol çəkilibdir. Qol nətər çəkilməyibdir, nətər çəkilib? Gözəl gedir. Ay qardaş, deyən də, qardaş. Oradan istəməlidir. Mən gəlib buradan pay istəməli, onun ixtiyar və səlahiyyəti. Bir dəqiqə deyən, düzünü mən danışım da. Şahid də mənəm, subut da mənəm. İndi anladın indi. Anlamadınsa bu dəqiqə zəfriyəsən. Zəfriyəsən əlindən tutubdu, ay bir dəqiqə yaz. Gözəl xanım, əsəbləşməyiniz. Ay bacı, mən her evi, ay bacı, o deyəsin, mən qoydayım.
Mən ər evindeydim. Yoldaşıma zəng elədilər ki, gözəl gəlsin asan xidmətə. Getmişəm. Mən bilmirəm ki, asan xidmətdə bunlar nə yazırlar, nə pozurlar. Mən əlimdən tutdu balaca bacım. Məktəbi hərif tanımıram. Əlimdən tutdular, ora qol çəkdilər. Oxumağı yazmağı bilmirəm. Siz o barədə. Yəni mən tanıdığım qədər siz hərf tanımsınız, düzdür? Tanımıram da, oxuyub yazmağı bilmirəm. Bilmirəm ki, mən nəyə qol çəkirəm. Bildim, başa düşdüm sizi. Mən də yəni deyirəm ki, düzlüyü odur ki, sadəcə sizin oradan payınız verilsə, siz bu qədər bir-birinizə danışmazsınız. Bəli. İndi qoy biraz burnum əməliyyat olmuşam. Qoy biraz özümə gəlib, Allah gedib köməyin 50 olsun, gözəl. manat, 50 manat keçirdib, anamın da adını orada yazdıracağım, bacımın da adını yazdırıb, orada cinayət işi açılanda Get, mən orada şahidəm, get açdır. Mən orada şahidəm. Zəfra işdən. Anamı açdır bacıma, get Ay açdır. bala. Sən Çünki səbirli ol. Ay Sən bacı. get istəyirsən 50 manat yox, 10 min ver. Nə qaysən var? Ay xanım, mən Qaysən gedib, var? bir dəqiqə deyən, mən gedib ərzə yazdıranda, ərzə yazıram, ərzə yazıb gedib ərzə yazanda, Veysalova Zemfiranı oradan cinayət işi açılır ki, qanunsuz bunun əlindən qol çəkibdi, cinayət daşınır bu. Orada şahid var axı, şahidlər var. Sən nə tərz edirsən? Şahidlər Dəftər qoyulsun, dəftər qoyulsun. Elə də ay Xanım, bacım. Zemfira kimdir ki? Veysalova Zemfira mənim bacım. Anamla bacım ölədi, mənim başıma tutdu. İndi mən gedib iddia qalxızanda Zemfira da işdən çıxır. Təzəndən. Zemfira sən işdən çıxarda bilməzsən. Sən qoymamısan ki, orada sən çıxarda bilərsən. Oxumamış, eləməmiş. Ərzəyə qol çəkmişəm. Zemfira adama... Oxumusan, mən nağıl danışma. Məlik Məmmədin nağılın mən burada danışma. Gitsinlər də yaxşı, mən səhv deyirəm də. Sən gedən yolların mən gerisini qaydıram. Mənim 37 yaşım var. Sənə kimsə ağıl verirsə, getsin özünə ağıl versin. Deyirəm ki, sənə ağıl verirsə, getsin özünə ağıl versin. Səndə ağıl deyilən bir şey yoxdur, bala. Yaxşı, mən qanunları danışıram. Ay Ağlı qardaş. başlata belə, Qaradokdan da çıxa bilərsən. Açıq. Sənin əlindən icra hakimiyyətdə bezib, sənin əlindən bütün millət hamısı sənin əlindən bezib qəbul edir. Sən nə danışırsan, nə qoyda axtarsan, sənin əlindən. Mən əməliyyat Danışa durmusan, ürə durmusan Allah haqqı. Ay, ürək sən də nəslində anandı, bildin, səni bər aranı qarışdıran. Sən var burada daş düşürsən təpva. Ay, pisəm də. Sən nəsən ki, sən ana, sən nəsən ki, sən nə, sən bilirsən öləndə nətər öləsən. Ay, qardaş, yaxşı. Qoğa yeməm sənsə acıma. Zingil deyə öləsən, ki, ay mən anamın üzünə durmuşam, anamın çeyləmişəm, mən indi ölürəm, ana hardasan? Yaxşı, bir dəqiqə dayan, yaxşı. Təmə danışma mən. Yaxşı da mən səmiyəm, mən dəli olum, sən ağıllı ol, yaxşı. Mən axmağam, pozğunam, narkomanam, içki içənəm, mən dəliyəm, elə deyil, sən ağıllı ol, yaxşı. Mən səmiyəm, yola getmirəmsə bol. Bacım belə, sən deyib, sən Nərminin qorxusundan, sən Vüsalın qorxusundan, Nərmin qorxusundan, sən deyib oradan tələb eləməlisən, buradan yox. Sən deyib oradan tələb eləməlisən, buradan yox. Sən Nərminin qorxusundan sən heç eləyə bilmirsən. Başa düşdüyün ilk kimin Nərmindən qorxusundan. Bir dəqiqə qulaq as, yaxşı, dayan, yaxşı, bir dəqiqə dayan. 120 Üçün çatmır. Ay, bildi, yaxşı, dəni təsələmə, bacıya sual verirəm. Ay xanımlar, ay bəylər, sizə bir söz deyirəm. Mən oxumamış ora qol çəkmişəm. Yaxşı, mən iddia qalxızam. Zemfira xanım mənim bacımdır. Ora məhkəmə qurulanda, cinayət Zemfira daşı yoxsa mən. Abi baş ver. Xanım, siz qol çəkibsiz, bir dənə orada ola Mən bilər ki, Allah'ını qol çəkmişəm, Allah'ını qol çəkmişəm. Onu sübut elətdirmək lazımdır da, başa düşdüm sizə. Bu qoysunlar dəftər də qabağıma, ruşkanı da qoysunlar. Mən ora adımı yazmağa bilmirəm. Mən amma vəkilim də var, hamısı da var. Sən vəkilin olmayıb, kimin olur olsun. Kimin olur olsun. Allah var şahid olmalıdır. Ay qardaş, mən sənə əziyyət Zemfira sənə ya pul təşkili, heç birimizə Zemfira oldu.